Salam əziz izləyicilər, bugün isə 9-cu siniflər üçün təşkil edilmiş buraxılış imtahanının cavablarına baxasıyıq. 27-ci testlə başlayırıq. Deməli, cədvələ əsasən bizdən fonetik təhlilində doğru fikirləri bizdən soruşur. Deməli, fonetik təhlili üzrə doğru fikirlər. Xasiyyət sözü və xilaskar. Xasiyyət sözünün tələffüzü zamanı nə baş verəcək? Sözün kökü xas sözü olduğu üçün, yəni qoşa y şəkilçi, iyyət şəkilçi tərkibində sözə qoşulduğu üçün tələffüzdə y-nın biri düşəcək. Olacaq xasiyyət şəklində. Xilaskar sözünün isə tələffüzündə fərq yoxdur. Tələffüzlərini bildikdən sonra baxaq. Tərkibində 3 cingiltili samit var. Xasiyyət sözündə cəmi bir dənədir y, ona görə bir yanlışdır. 2-1 məqamda yazılış deyilişi fərqlənir. Bəli, qoşa y-lardan biri düşübdür. Bu doğrudur. Xilaskar sözü 2 cingiltili samitin kar qarşılığı yoxdur. L və r doğru deyir. Tərkibindəki kar samitlərdən biri cingiltili tələffüz olunur. Yəni burada k-ni çaşdırmaq istəyib bizdə. Bizim bildiyimiz kimi kar və kir şəkilçilərin tələffüzündə k-ci əvəzləməsi baş vermir. Yanlışdır. Kar samitlərin sayı 3-dür. X, s və t. Burada yenə x, s və k. Bəli, hər iki sözdə kar samitlərin sayı 3-dür. Doğrudur. Tərkibindəki şəkilçinin tələffüzü yazılışından fərqlənir. Şəkilçinin tələffüzü yazılışından. Deməli, xasiyyət sözündə bəli, qoşa iyyə şəkilçisinin y-nın biri düşübdür. Xilaskar sözündə isə kar şəkilçisi yazılışından fərqli tələffüz edilmir. Bu da yanlışdır. Cavabımız olacaq 2, 3 və 5. O da D variantı. Ahəng qanuna tabi olmayan sözləri soruşur. Yəni, nə edəcəm? Sözün tərkibində həm qalın, həm də incə sayt axtaracağım. Ona görə 2 də və 1 də bu var. Faunada yalnız qalın, baytarda yalnız qalındır. Aşırım sözündə isə yalnız qalın saytlar iştirak edib. Ona görə ahəng qanuna tabidir. 1 və 2. Yalnız cingiltili samitlərin işləndiyi ifadələri biz təbii ki, tələffüzə baxmalıyıq. Məsələn, qaçış rekordları sözündə heç bunun tələffüzü maraqlı deyil. Qaçış sözünün tələffüzündə fərq yoxdur. Burada da ç kardır. Aydındır. Yaxud da ki, deyək ki, nadir atlet sözündə, nadir sözündə fərq olmayacaq. Yəni bir dənə a uzanacaq. Atlet sözündə isə atlet bunun da tələffüzündə fərq yoxdur. Burada t kardır. Ona görə p də ola bilməz. Sürətli adam sözündə bax, elə s-ya görə s tələffüzdə dəyişmir. Sürətli sözündə də ona görə bu kardır. Getdi. C variantı da həmçinin, məsələn, atı sözü var, burada t var. Dünyanın adamı tələffüzdə fərq olmayan söz birləşməsidir və tərkibindəki samitlərin hər biri cingiltilidir. Ona görə cavabımız Y-dir. Qoruqlar, quşların artması üçün bir təminatdır. Qoruqlar sözünün tələffüzünü soruşur. Qoruqlar. 40 əvəzlənməsi sadəcə olaraq. Deməli, uzun saytı ilk hecaya düşən söz. Sülalə, ikinci heca, ibtidai, üçüncü heca, ədalət, ikinci heca, süvari, ikinci heca, qanun, a, birinci hecada a saytı uzanır. O ilə yazılıb a kimi tələffüz edilən sözün işləndiyi cümlə. Ozanlar ozanı Dədə Qorqud el ağsaqqalda. Azanlar azanı Dədə Qarqıt belə demirik, bu səhvdir. Yəni səhvdir deyəndə, yəni o a kimi tələffüz edilmir. İllik gəlir, rekord həddə çatdı, rekord həddə çatdı demirik. Rəssam çəkdiyi portreti muzeyə bağışladı. Bəli, burada portret sözündə o vurğusuz vəziyyətdə olduğu üçün aya çevrilib, ona görə c-dır. Verilmiş sözlərdə nöqtələrin yerinə yazılacaq hərflərin ardıcıllığı. Deməli, macəra, macəra. Sonra kirpiç, kirpiç. Sonra səhvən. Sonra layihə, layihə. Deməli, artıq a, ə, yəni 7, 3, kirpiç. Deməli, r, p, 5, 6, sonra v olacaq, yəni 1, daha sonra isə 4, h hardadır, h da 2-dir, belə, 73, 56, 142, cavabımız nə oldu? C variantı olmuş oldu, belə. Daha sonra hoppanmaq sözü ilə bağlı bizdən yanlış olanları soruşur. Tələffüzü necə olacaq? Hop, bam, mah şəklində tələffüz edilib.
Birinci doğrunun altından doğru, sonra yanlışın altından yanlışı tapaq, sonra yanlış fikri tapaq. Tələffüzü ilə yazılışı arasında iki fərqli məqam var. Yox, bir fərqli məqam var. Bir nədir? Deməli, neçə deyir? 2-3 fərqli məqam var. P, B-ya, N, M-ya, G-da X-ya çevrilib. Sözdəki B-nın qarşılığı P-dır. Bəli, tələffüzə baxıram. B-nın qarşılığı P-dır. Bu doğrudur. Sözdə K-nın qarşılığı işlənibdir. Yəni G işlənibdir. Yox, G, X-ya çevrilib. Bu yanlışdır. Özündən sonra saitlə başlayan söz gəlsə, son hərfinin yazılışı dəyişməz, dəyişər. Məsələn, hoppanmaq arzusu olanda G, G-ya çevrilir. Saitlə başlayan söz gələrsə, ona görə dəyişməz deyir, yanlış fikirdir, yanlışın altından yanlış doğru. N hərfi M kimi tələffüz edilir. Bu fikir olaraq doğrudur, amma yanlışın altından yazdığı üçün yanlışdır. Deməli, bu doğrunun altından yazmalı idi. Sözə samitlə başlanan şəkil artırsaq, son hərfinin tələffüzü Q olacaq, səhvdir. Samitlə başlayan söz artırdıqda Q ilə X kimi tələffüz ediləcək. Yanlış fikirdir, yanlışın altından yanlış doğrudur. İndi mən əgər burada yanlış yox, cədvələ əsasən doğru fikri sorursaydı, cavab variantı kimi 2, 4, 6 götürərdik. Aydındırmı? 2, 4, 6. 2, 4, 6 yox. 2, 4, 6. Doğrunun altından doğru, yanlışın altından da yanlışları götürərdik. Amma burada yanlış fikri soruşduğu üçün biz götürəcəyik 1, 3, bir də olacaq nə? 5. 1, 3, 5. Elə bir variantımız var mı? Olmadı. Bir də baxaq. Tələffüzü ilə yazılışı arasında iki fərqli məqam var. 2 yox, 3 fərqli məqam var. Deməli, yanlış kimi 1-i götürdüm. Sözdəki B-nın qarşılığı P-dir. Bu doğru fikirdir. Bunu götürə bilmərəm. 2 olan variantları siləcəm. Sözdə K-nın qarşılığı Q işlənib deyir. Səhv fikirdir. Bunu götürəcəm. Doğrunun altından doğru yox, bizə yanlış lazımdır. Bu tərəfdə isə yanlışın altından doğru lazımdır bizə. Özündən sonra saitlə başlayan söz gəlsə, son hərfinin yazılışı dəyişməz, dəyişər. Yanlış fikirdir, biz bunu götürə bilmərik. N hərfi M kimi tələffüz edilir. N M kimi tələffüz edilir. Bəli, bu doğru fikirdir. Yanlışın altından veribdir da, yanlış yerdə veribdir. Bunu götürəcəm. Sözə samitlə başlayan şəkil artırsaq, son hərfinin bir dəqiqə 4-ə bir dənə baxaq, bir dənə üzr istəyirəm. Burada bir məqam var. Hərfinin yazılışı deyir. Bizdən hərfinin yazılışı deyir. Tələffüzü demir ki, deyim ki, Q əvəzlənməsi baş versin, Q. Yazılış dediyi üçün bəli, hoppanmaq sözünə, məsələn, hoppanmaq istəyi. Yazılışda Q olduğu kimi qalacaq. Aydındırmı? Tələffüzdə Q-ya çevrilir. Ona görə deməli, bu fikir doğru fikirdir. Yanlışın altından yanlış fikir verməli idi. Amma doğrusunu verib deyənə görə bunu götürəcəm. Bax, bunu da götürəcəm. Sözə samitlə başlanan şəkilçi artırdıqda son hərfinin tələffüzü Q olacaq. Səhv deyir. Tələffüzü Q olmayacaq. Nə olacaq? X olmuş olacaq. Yanlışın altından yanlış veribdir. Altını götürə bilmərik. Cavab variantımız olacaq 1, 3, deməli 4 və 5. Hardadır? C variantı olmuş olacaq. K hərfi ardıcıl olaraq Q, K, X, və Y kimi. Görək hardadır? Zəhmət keş burada K-dır. Keşmə keşdir. Burada ardıcıllıq artıq pozuldu. A-ya baxa bilmərəm. Sənətkar K-dır. Kombayn K-dır. Çiçəkli ərazi artıq cavabımız hansı olmuş oldu? B olmuş oldu. Hansı sözün fonetik xüsusiyyətinə aid fikir yoxdur? Deməli, yazılış və tələffüz arasında fərq yoxdur. Ehtiram sözü bu getdi. Deməli, sözdəki X səsinin qarşılığı Ğ-dır. Uzunluq sözünü necə deyirəm? Belə, uzunluq şəklində deyirəm. Bizə də X-nın qarşılığının Ğ olduğunu deyir. Ona görə düzdür, bu sözə uyğundur. 6 hərf 8 səs var. Zülmlə sözündə L və M arasında tələfüzdə Ü-nü artıracağım. Hərflərin sayı 6-dır. Deməli, səslərin sayısı 8-dir. Bax, həm də burada L, nən kimi deyiləcək. Buradan qeyd edirəm. Zülüm, nən. Nə baş verdi? Əlavə 2 dənə səs artımı var. L, M arasına Ü artırmışam. L-ni də nən kimi deyəndə əlavə N səsi artırmışam. Ona görə burada getdi. Yazılış və tələffüz arasında
bir fərqli məqam var. Burada istəhli olacaq. İstəhli. Burada xışdırıq kimi deyilir. Düzdürmü? Yazılış və tələffüz arasında bir fərqli məqam var. Deməli, nə qaldı burada? C variantı. Müəllimət canbaşla sözün tələffüzü necə olacaq? Belə. Biz öyrənmişik ki, n-dan sonra b gələndə m-yə çevrilir. Bu şəkildə. Cam, baş, nan şəklində tələffüz ediləcək. N-dan m kimi. Bu bir. La-da nan kimi. Bu da 3 dənə fərqli məqam. Həm səs dəyişməsi, həm də səs artımı. Ona görə C variantı ilə bağlı heç bir deyək ki, fikir verməyibdir. İndi biz mətnlə tanış olaq. Cahan Pəhləvan Eldəgizlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Kim? Məhəmməd Cahan Pəhləvan. Deməli, Eldəgizlər deməli, xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur. Onun üçün Təbrizdə, Gəncədə, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbildə, Şabran da. Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə, yəni kim xristiyandır, yahudidir, müsəlmandır, bilinmir ki, din xadimləri olaraq hansı dinin nümayəndələridir. Nuh Peyğəmbər bir vaxt buranı özünə sığınacaq edib. Hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun burada ayaq izləri var. Deməli, bu fikri hansı ki Zərdüştün buralara ayağı dəyibdir, Dədə Qorqudun burada nə bilim ayaq izi var, Nuh Peyğəmbər buranı özünə sığınacaq edibdir. Bu fikri Cahan Pəhləvana kim deyibdir? Bəzi din xadimləri, ədiblər, alimlər, bax, həm ədib, həm alim. Ona danışmışdılar ki, Naxçıvan üzərinə 100 illər boyu gah Romalılar hücum edib, gah İranlılar qoşun yeridib, onu dönə-dönə talayıb viran qoyublar. Deməli, Naxçıvan üzərinə Romalıların və İranlıların qoşun yeridib talamasını kim dedi Cahan Pəhləvana? Ədiblər, yəni yazarlar və alimlər. Alan və Hun köçəri dəstələri də dəfələrlə Naxçıvana soxulmuş, sürüləri, naxırları, ilxıları ələ keçirmiş, adamlarını soyub talamışlar. Yəqin ki, bu da ədib alimlərin buna dediyi ola bilər Cahan Pəhləvana. Baxaq, gedişata baxaq. Hökümdara atası sağlığında deyibdi ki, bu yerlərin sakinləri çox başı bəlalı olubdur. Xarici işğalçılar onlara dəfələrlə qanlı divan tutubdur. Sənətkarın hazırladıkları göz oxşayan xalçaları, zinət əşyalarını, zəhməkeş əkinçilərin becərdikləri pambığı, buğdanı, kərvan-kərvan öz vilayətlərinə daşımışlar. Ancaq xalq yenə özünə gəlib ayağa qalxıb dirçəlib. Hökümdar atası Şəmsəddin Eldəgizdən onu da eşitmişdi ki, Naxçıvanda ta qədimdən zərbxanalar olub, burada neçə-neçə hökümdarın adına deməli sikkələr kəsilibdir. Əlbəttə, bütün bunları Cahan Pəhləvana demişdilər, kitablardan da hətta özü də oxuyubdu. Ancaq hökümdarın öz gözləri ilə gördükləri bir an belə xatirindən çıxmır. O qərara gəlmişdi ki, bu yerlərin ulu sahibləri elə Naxçıvanların özləridir. Bu yerlərin ən məqbul hakimi isə onun mərhum atası olub. Əsasını onun atası qoyan Azərbaycan Atabəylər dövləti bu dağınıq əraziləri öz əlində möhkəm saxlaya bilmişdi. Əsasını onun atası qoyan Azərbaycan Atabəylər dövləti bu dağınıq əraziləri öz əlində möhkəm saxlaya bilmişdi. İndi isə talih bu dövlətin gələcəyini ona həvalə etmişdi. Kimə? Cahan Pəhləvan. Atabəy Şəmsəddin, yəni atası, qəflətən vəfat edəndə öz oğulları baba yanında olmasa da, deməli, bir dənə oğlu olmayıb. Vəsiyyət edib ki, varisi böyük oğlu Nüsrəddin olsun. Ata-baba yurdu ona əmanətdir. Hal-hazırda Azərbaycan Atabəylər dövlətinin hakimi odur. Yəni, bax, bu Nüsrəddin kimdir? Cahan Pəhləvan. Biraz da dəqiq desə, Əbu Cəfər Nüsrəddin Atabəy, Məhəmməd Cahan Pəhləvan, İbn Şəmsəddin Eldəgiz. O, xalqını, dövlətini son nəfəsinə qədər qoruyacaq, onun üçün əlindən gələni edəcək. Artıq heç bir güc onun xalqına qarşı qəsbkarlıq edə bilməyəcək. Deməli, verilən mətn parçası ilə biz tanış olduq. Romandan bir parçadır. Deyək ki, roman əsasında daha doğrusu hazırlanıbdır və bu üslub olaraq indi bədii üslubları, təbii ki, biz 9-larda üslubları haqqında danışmırıq. İndi müqayisə cədvəlinə baxaq. Müqayisə cədvəlindəki bizdən yanlış fikirləri soruşur. Deməli, Cahan Pəhləvan və Şəmsəddin Eldəgizin deməli, cədvəldəki müqayisədə yanlışları lazımdır. Abituriyentlər, birinci, siz cədvələ əsasən doğruları tapın, sonra çıxın onları yanlışlarla əvəz edin. Böyük bir dövlətin əsasını qoymaqla adını tarixə yazdırıbdır. Dövlətin əsasını Şəmsəddin Eldəgiz qoyubdur. Bu fikir olaraq yanlışdır. Şahidi olduğu məqamları heç vaxt xatirindən silinməzdir. Bəli, bax, burada qeyd edir ki,
Deməli, hardadır? Xatirindən silinməzdir. Hə, deməli, ancaq hökmdarın öz gözləri ilə gördükləri bir an belə xatirindən çıxmırdı. Cahan Pəhləvandan gedir söhbət, fikir olaraq doğrudur. Alan və Hun dəstələrinin Naxçıvana soxulması ilə bağlı övladını məlumatlandırır. Yox, həmin fikir burada bu hissədədir. Alan və Hun köçəri dəstələrinin Naxçıvana hücumu. Bunu da ədib və alimlər deyib ona. Ona görə bu fikir də yanlış fikirdir, düzdürmü? Sonra gələcək hökmdarın seçilməsində vəsiyyəti rol oynayır. Bəli, adam vəsiyyət edibdir ki, bəs mənim bu da varisim deyir, böyük oğlum Nüsrəddin olsun, yəni Cahan Pəhləvan olsun. Fikir olaraq doğrudur. Ata tövsiyəsi talelərində böyük əhəmiyyətə malikdir. Ata tövsiyəsi Cahan Pəhləvanın taleyində böyük əhəmiyyətə malikdir. Şəmsəddin Eldəgizdə biz bunu görmürük. 5 yanlış fikirdir. Eyni xanədanın hökmdarı olublar. Bəli, Eldəgizlər Atabəylər dövlətinin deməli hökmdarı olublar. Bu fikir doğrudur. Doğrular yox, bizə yanlışlar lazımdır. 1 yanlış oldu, 3 yanlış oldu və 5 yanlış oldu. O da cavab variantımız kimi deməli D variantı olmuş oldu. 38-ci sualla davam edirik. Doğru fikirləri bizdən soruşacaq. Cahan Pəhləvanın dövründə tarixlə bağlı məlumatlar mövcud idi. Bəli, təsadüfi deyil ki, Cahan Pəhləvana ədib və alimlər Naxçıvanın 100 illər boyu Romalılar, İranlılar tərəfindən talandığı haqqında məlumat verirlər və təbii ki, bu da tarixlə bağlı məlumatın mövcudluğundan irəli gəlir. Bir doğrudur. Cahan Pəhləvan Şəmsəddin Eldəgizin yeganə oğlu idi. Yox, burada deyir axı oğlanları, bax oğulları yanında olmasa da, oğulları deyirsə deməli tək deyil. Ona görə bu fikir yanlışdır. Naxçıvanın keçmişi ilə bağlı atası ilə söhbətləri olubdur. Bəli, bax, hökmdar bu hissəyə baxın, atası sağlığında deyibdir ki, bu yerlərin sakinləri başı bəlalı olub. Nə bu fikirlər burada var. Ona görə bu doğru fikirdir. Şah alimlərlə mükalimə nədir? Diyaloq edə bilmədiyi üçün Naxçıvanla bağlı məlumatları ədiblərdən alırdı. Yox, bu burada təbii ki, göz önündədir. Həm ədiblər, həm də alimlər deyir. Ona görə bu fikir yanlışdır. Cahan Pəhləvan təkcə Naxçıvanın münbit torpaqların olmamasından təəssüflənirdi. Əksinə bu fikir yanlışdır. Bizə doğrular lazım olduğu üçün cavabımız olacaq 1 və 3. B variantı olmuş oldu. Davam edirik 39-cu testlə. Birinci, mətndə hansı suala cavab yoxdur? Naxçıvana hücum edən tayfalar hansılar idi? Qeyd etmişdə Hun tayfaları, bir də Alan tayfaları. Bu sualın cavabı var. Zərbxana fəaliyyət göstərən şəhər hansı idi? Naxçıvan şəhəri idi, var məlumat. Alan və Hun köçəri dəstələri hansı xalqın nümayəndəsi idilər? Yoxdur məlumat. Atabəylər dövlətində, ümumiyyətlə dövlətçilik tarixində Şəmsəddin Eldəgizin rolu nədən ibarət idi? Bu haqda məlumat var. Naxçıvanda fəaliyyət göstərən din xadimləri hansı dinin nümayəndələri idi? Bayaq mən demişdim. Bilinmirdi, xristiyandır, yaxud yahudidir, yaxud müsəlmandır. Bu haqda məlumat yoxdur. Yoxdur deyirsə 3 və 5. O da B variantı olmuş olacaq. Mətndə tünd hərflə verilmiş sözün qarşılığını müəyyənləşdirməliyik. Tünd hərflə verilmiş söz hansı sözdür? Hə, bu yerlərin ulu sakinləri, yəni qədim sakinləri. Cavab variantımız olacaq B. Hansı cümlədə altına xətt çəkilmiş söz mətndəki məna ilə eyni mənada işlənmişdir? İbrahim imtahandan kəsilib deyə çox bikef idi. Ümumiyyətcə altına xətt çəkilən söz burada hansıdır? Deməli bu hissəni silim. Belə. Burada neçə hökmdarın adına sikkələr kəsilibdir. Deməli, məsələ budur. Baxaq görək, burada kəsilib sözü hansı mənanı ifadə edir? Həqiqidir yoxsa məcazi? Ümumiyyətcə, sikkənin kəsilməsi ifadəsində kəsilib sözü həqiqi mənada işlənibdir də. Çünki çox qədim dövrlərdə pul zərbxanalarda xüsusi alətlərlə kəsilərək, yəni zərb olunaraq hazırlanırdı və bu nümunədəki kəsmək sözünün mənası da məhz dəmir parçasını kəsib pul şəklinə salmaq mənasını ifadə edibdir. Ona görə biz nə axtarasıyıq? Həqiqi anlamda axtarasıyıq. Baxaq, İbrahim imtahandan kəsilib burada yox, musiqi yarıda kəsilib, yəni dayandırılıb yox, ağac kökündən kəsilib, həm bu düzgələr, belə şərt kəsilib yox, gediş-gəliş kəsilib yox. Cavabımız oldu nə? C variantı. Hansı cümlə birinci və ikinci abzası əlaqələndirə bilər? Baxırıq mətnə. Deməli, birinci və ikinci abzas, baxaq bu hissiyə.
Deməli, birinci abzasda nədən danışdıq? Cahan Pəhləvan Eldəgizlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz, Gəncə, Beyləqan, Həmədan, Ərdəbil, Şabran da gözəl idi. Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər nə, deməli belə. Bu iki abzasın arasında nə yaza bilərik? Deməli, Naxçıvan, Gəncə, Beyləqan, Həmədan, Ərdəbil, Şabran da yaxşı. Naxçıvan diqqət mərkəzindən kənarda qalmışdı. Bunu yazıb ikinci abzasdakı cümləni böyüyəndən sonra onu da bilmişdi ki, deməli doğrudur, onun üçün Təbriz, Gəncə, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də, Şabran da gözəl idi. Naxçıvan diqqət mərkəzindən kənarda qalmışdı. Yox, ancaq Naxçıvanla bağlı fikirlərində qərarsız idi. Bunu saxlayaq. Naxçıvana olan xüsusi diqqətində atasının da rolu, atası haqqında Naxçıvana olan xüsusi diqqətində atasının da rolu az olmamışdı. Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub da. Bu da ola bilər. Amma atası ilə bağlı məsələ o hansı olacaq? Deməli, 4-cü abzasla deməli 5-ci abzas arasını artıra bilərik. Ona görə yox, bu düz gəlməyəcək. Naxçıvan duluzçuluq sayəsində bu heç düz gəlmir, ancaq Naxçıvana xüsusi diqqət yetirirdi. Ancaq Naxçıvana xüsusi diqqət yetirirdi, yoxsa lakin Naxçıvana xüsusi diqqət yetirirdi. İndi bu ancaqın burada ədat yoxsa bağlayıcı olduğunu da bilmək olmur, Naxçıvana xüsusi diqqət yetirirdi. Hardasa burada uyğun gələcək cavabımız olacaq B variantı. Bəli, Naxçıvanla bağlı fikirlərində qərarsız idi. Daha sonra eşitdikləri, atasının sağlığında ona dedikləri, yaxud öz gözləri ilə gördükləri, bütün bunlar onun təfəkküründə xüsusi bir iz qoymuşdu və artıq o qərara gəldi ki, daha sonra qərara gəldi ki, bu yerlərin ulu sahibləri elə Naxçıvanların özləridir. Ona görə burada cavab variantımız B variantı daha uyğundur. Daha sonra 43-cü test. Klasterə əsasən tamamlayasıq. Cahan Pəhləvan Naxçıvanla bağlı öz mülahizələri ilə seçilirdi. Yaxşı, öz mülahizələri var idi. Yaxşı. İndi bir sıra ilklərdə imzasının olması ilə yadda qalır. Bir sıra ilklərdə. İlk nədir? Bax, burada yazıb hökmdarın atası Şəmsəddin Eldəgizdən onu da eşitmişdi ki, Naxçıvanda ta qədimdən deməli burada pul kəsilibdir. Əlbəttə, bütün bunları Cahan Pəhləvan demişdilər. Deməli, yox, bu ilk məsələsi deyildi burada, ona görə bu səhvdir. Tarixi keçmişlə bağlı kifayət qədər informasiyalıdır, bu doğrudur. Atası vəfat edərkən bilavasitə vəsiyyətlərini dinləyir və daim sadiq qalır. Bilavasitə vəsiyyətlərini dinləyir və daim sadiq qalır. Aha, bunu da götürək. Sonra qəsbkarlardan qoruna bilən bir dövlətə hökmranlıq edir. Qəsbkarlardan qoruna bilən bir dövlətə qoruna bilmirdi da, düzdür. Qoruna bilsəydi Hunlar və digər İranlılar və s. ora hücum edib tez-tez talamazdılar. Ədiblərlə ünsiyyəti şeirət sənətə xüsusi maraq göstərməsinə səbəb olubdur. Əslində belə bir şey yoxdur axı burada. Deməli, klaster öz mülahizələri ilə seçil. Naxçıvanla bağlı öz mülahizə. Biz nə edəcəyik? Biz buradan öz mülahizələri doğrudursa doğru, yanlışsa yanlış. Bir də baxıram. Bir sıra ilklərdə imzasının olması ilə yadda qalır. Hansı ilki var idi ki o? Buna baxıram, mətnə baxıram. Deməli, ilk. Onun bir ilkliyini mən görmədim. Ona görə bir yanlış fikirdir, bir yanlışdır. Tarixi keçmişlə bağlı kifayət qədər informasiyalıdır, bu doğrudur. Atası vəfat edərkən bilavasitə vəsiyyətini dinləyir və daim sadiq qalır. Qəsbkarlardan qoruna bilən bir dövlətə hökmranlıq edir. Qoruna bilən bir dövlətə. Sonra baxaq görək. Son nəfəsinə qədər qoruyacaq, onun üçün əlindən gələni edəcək. Artıq heç bir güc xalqına qarşı qəsbkarlıq edə bilməyəcək. Ona görə yaxşı, bunu düz götürsək. Amma 3-ü biz yanlış götürəcəyik. Niyə? Çünki atası vəfat edərkən heç ona vəsiyyətini dinləyə bilməyib axı. Aydındırmı? Vəsiyyət edibdir ki, varisin filankəsi olsun. Oğulları yanında olmasa da deyir. Ona görə 3 yanlış olacaq.
4 doğrudur. Ədəblərlə ünsiyyəti şeirə sənət məsələsi yoxdur. Cavabımız burada doğru kimi 2 ilə 4, o da C variantı olmuş olacaq. Belə. 44-cü sualla davam edirik. Cədvələ əsasən uyğunluğu, doğru yanlış. Hakimiyyətin atadan oğula ötürülməsi siyasi müstəvidə müzakirə olunduqdan sonra qəbul olunurdu. Biz bu mətndə görmürük, ona görə bu yanlışdır. Müxtəlif basqınlara, talanlara məruz qalmasına baxmayaraq Naxçıvan şahlığın əsas şəhəri olaraq qalmaqdadır. Bu doğrudur. Naxçıvanlar məskunlaşdığı ərazinin qədim sakinləri idi. Bu da mətndə var. Atabəyləri pulla təmin etmək üçün Naxçıvanda zərbxanalar fəaliyyət göstərirdi. Bu fikir doğru fikirdir. Yanlışın altında verdiyi üçün bunu götürmürəm. Ölkənin bir sıra qabaqcıl şəhərləri olsa da hökmdar üçün Naxçıvanın öz yeri var. Bu fikir doğrudur, ona görə götürmürəm. Din xadimlərinin fikirləri real tarixi faktlara söykənir. Yox, onların fikrincə fərziyyələrdir ki, burada Nuh Peyğəmbər, buranı məskən seçib Dədə Qorqudun ayaq izləri var və s. Fikir olaraq yanlışdır, ona görə götürəcəm. Götürdüm 2-ni, 3-ü, 6, o da D variantı olmuş oldu. Açıq suallara baxırıq. Mətnin tərkib hissələrinə əsasən cədvəli tamamlayasıyıq. Mətnin tərkib hissəsi 3 olar. Giriş, əsas, nəticə. Girişə uyğun bir plan bəndi. Məsələn, verilən bir plan bəndinə baxaq görə hansı tərkib hissəyə uyğundur. Azərbaycan Atabəylər Dövlətinin gələcəyi haqqında düşüncələr. Mətnə baxaq. Biz bunu harda görürük? Bax, nəticə hissədə görəcəyik. Çünki bax, bu hissəyə bax. Deyir ki, Cahan Pəhləvan, deməli, filan kəs, o xalqını, dövlətini son nəfəsinə qədər qoruyacaq, onun üçün əlindən gələni edəcək, artıq heç bir güc onun xalqına qarşı qəsbkarlıq edə bilməyəcək. Düşüncələr hardadır? Nəticə hissədədir. Ona görə buraya yazıram nəticə. İndi giriş üçün plan bəndini nə qədər istəsək yaza bilərik. Şimdi nə qədər istəsək deyək ki, mübaliğəli oldu. Məsələn, nə yaza bilərik? Deməli, məsələn 1 yaza bilərik ki, Cahan Pəhləvanın ən çox xoşladığı şəhər. Cahan Pəhləvanın ən çox xoşladığı şəhər. Bu hardadır? Girişdədir. Çünki digər şəhərlər də gözəl idi. Amma bütün şəhərlərdən ən çox xoşladığı hara idi? Naxçıvan idi. Aha. Necə yazacağım? Qeyd etdiyim kimi Cahan Pəhləvanın ən çox xoşladığı şəhər. Hansıdır? Naxçıvandır. Bitdi bu qədər. Rahat. 46. Cədvəli tamamlayasıyıq. Obraz. Cahan Pəhləvanın obrazı, atasının obrazı. İndi obrazın xarakteri, xüsusiyyəti və xarakterə uyğun da davranışı. Gəlin mətnə baxaq. Deməli, Cahan Pəhləvan üçün biz nə deyə bilərik? Cahan Pəhləvan üçün biz deyə bilərik, məsələn, Cahan Pəhləvan üçün nə deyə bilərik? Deyə bilərik, adam uzaq görəndir. Deməli, uzaq görənlik. Uzaq görənlik. Biz bunu harda görürük? Biz bunu mətnin elə nəticə hissəsində görürük ki, adam artıq deyir ki, o xalqını, dövlətini son nəfəsinə qədər qoruyacaq, onun üçün əlindən gələni edəcək. Artıq heç bir güc onun xalqına qarşı qəsbkarlıq edə bilməyəcək. Harada gördük? Bax, yazırıq ki, artıq heç bir güc, artıq sonuncu cümlə yazırıq. Artıq heç bir güc onun xalqına qarşı qəsbkarlıq edə bilməyəcək. Bu onun uzaq görənliyindən irəli gəlir. Aydındırmı? Bəs Şəmsəddin deməli Eldəgiz üçün biz nə deyə bilərik? Deyə bilərik ki, deməli, mədəniyyət abidələrinə qayğı göstərən, elm və mədəniyyətə qayğı göstərən, bax, elm və mədəniyyət, düzdür, elmi görmürük. Məsələn, mədəniyyətə qayğı göstərən. Məsələn, burada biz harda gördük? Mətnin bu hissələrində deyir ki, bəzi xarici işğalçılar dəfələrlə qanlı divan tutublar, sənətkarların hazırladıqları göz oxşayan xalçaları, zinət əşyalarını, zəhmətkeş əkinçilərin becərdikləri pambığı və s. və ilaxı bunu çapıb talayıblar, amma xalq yenə özünə gəlib ayağa qalxıbdır. Niyə bunları vurğulayır ki, adam içdən yanır da ki, düşmənlər gəlib sənətkarların xalçalarını, zinət əşyalarını, nə bilim, zəhmətkeşlərin pambığını, buğdanı çapıb talayıb aparıblar. Təbii ki, ürək ağrısı ilə bunu dilə gətirir.
Ona görə qarşısından cümlə olaraq da biz nə dedi burada? Xarakterinə uyğun davranışı deyir və oğluna həmin məqamı danışması, həmin hissələrdən biz müəyyən ora köçürmələr edə bilərik ki, yəni konkret olaraq burada biz xarakterinə uyğun davranışın heç birində biz əslində görmürük ya. Deyəcəz ki, ay müəllim bu olmadı. Bəli, bu olmadı. Cahan Pəhləvanın da bir əməli fəaliyyətini görmürəm. Şəmsəddin Eldəgizin də bir əməli fəaliyyəti mətnində görmürəm. Sadəcə olaraq Cahan Pəhləvanın düşüncələrinə yer verilibdir, ona nəsihətlərə yer verilibdir, atasının ona dediklərinə yer verilibdir və s. Amma xarakterinə uyğun davranışlarını sadəcə olaraq deyək ki, Eldəgiz üçün evladına dediyi həmin məsələlərdir ki, düşmənlər xalçaların nələri gəlib aparıblar, neyniyiblər və Cahan Pəhləvan üçün də uzaq görənin harda gördük, öz vətəni haqqında düşüncələrində son abzasda bitdi. Elə bax bu qədər bunları yaza bilərdiniz. Davam edək növbəti mətnlə, indi bununla da tanış olaq. Mətni oxumayacağam. Deməli, mən bu şəkildə göstərəcəm ki, saxlayıb siz özünüz deməli, oxuya bilərsiniz. Deməli, mətndə bu suallardan birinə cavab yoxdur. İlk velosipedlərin məşhurlaşmamasının səbəbi nə idi? Pedalları yox idi, yalnız yoxuşu düşmək üçün idi. Velosipedin ixtirasından neçə il sonra velosiped üzrə dünya yarışları keçirilir. 1817-ci ildə ixtira edilibdi. Yarışlar isə 1819-cu ildə İsveçdə, sonra necə dünyada kütləvi şəkildə istehsal edilib yayılan birinci kimyəvi məhsul demir burada, tikiş maşınları. Deməli, velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan texniki məhsul hesab olunur. Texniki məhsul hansıdır? İlk tikiş maşınıdır. Sonra velosipeddir. Ona görə bu haqda məlumat yoxdur. Cavabımız nə olacaq? C variantı olmuş olacaq. Səbəb-nəticə arasındakı düzgün əlaqə. Vulkan püskürü velosipedin ixtirası üçün münbit şərait yaranır. Velosipedin ixtirası üçün yox, digər nəqliyyat vasitələrinin inkişafına ehtiyac yaranır. Niyə məhz velosiped olmalı idi ki? Bu səhvdir. Velosipedin pedalı yox idi, ona görə də onun rekord sürəti 15 km/saat. Bu tip pedalları yox idi. Bax burada yazır ki, velosipedin ilk pedalı yox idi. Lakin pedallara malik olmayan bir velosiped olubdur. Yoxuşu düşmək üçün ayaqları yerə dirəyə təkan vermək lazım idi və rekord sürət isə bu idi. Ona görə bu fikir doğrudur. Velosiped sürmə stresi azaldır məsələsindən danışmır. Orada mübadilə məsələsi var. Maddələr mübadiləsi sürətlənir. Ayaq, omba, qarın bölgəsinə yağlar əriyir. Ürək, damar sağlamlığı üçün faydalıdır. Stres məsələsi yoxdur. Velosiped sürürsə maddələr mübadiləsi sürətlənir. Bəli, maddələr mübadiləsi velosipedi sürməklə sürətlənir. Ona görə doğrudur. Cavabımız nə olacaq? 2 və 4 B variantı. Hansı fakt deyil? 1816-cı ildə vulkan püskürmüşdü. Vulkan nə vaxt püskürübdür? 1816-cı ildə vulkan püskürübdür. Bu mətnə görə faktdır. İlk velosiped yarışı İsveçdə keçirilibdir. Bəli, bax burada yazır ki, 1819-cu ildə ilk velosiped yarışı harda keçirilib? İsveçdə. Velosipedin ixtirası vulkan püskürməsi ilə bağlı idi. Bunu saxlayaq. İlk olimpiya oyunlarına velosiped yarışları da daxil edilmişdi. İlk olimpiya oyunlarına deyirəm. Velosiped yarışlar ilk olimpiya oyunları proqramına daxil edilibdi. Bu fikir varmı burada? Var. İlk olimpiya oyunlarına velosiped yarışları daxil edilib. Drais ixtirası taxtadan idi. Drais'in ixtirası həqiqətən də taxtadan idi. Drais bax, ilk velosipedi düzəldən bu adamdır və onun deməli, tamamilə, demək olar ki, tamamilə taxtadan düzəltmişdi həmin velosipedi. Ona görə bu fikir də doğrudur. Bu da doğrudur. Velosipedin ixtirası vulkan püskürməsi ilə bağlı idi. İxtirası vulkan püskürməsi ilə bağlı idi. Yox, burada məsələ nədir? İndi deməli, düzdür, belə deyək, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehtiyac yaranması ilə stimullaşdırılmışdı, stimul veribdir. İlk velosipedin görünüşü müasir velosipedlərin tamamilə fərqli, amma biz bunu tamamilə onunla bağlamaq olmaz da, çünki başqa bir nəqliyyat vasitəsi də deməli,
başqa bir nəqliyyat vasitəsi də deməli hazırlana bilərdi. Ona görə biz C-ni yanlış kimi götürsək, bir də variantlara baxaq. İlk olimpiya oyunlarına velosiped yarışları da daxil edilibdi. İlk olimpiya oyunları proqramına velosiped yarışları ilk olimpiya oyunları proqramına daxil edilibdi. Bu fikir var da var. Dreysin ixtirası taxtadan idi. Dreysin ixtirası indi çox ola bilər, amma burada velosiped ixtirasından danışırsa, o da tamamilə, demək olar ki, tamamilə taxtadan düzəldilmişdi. Bu fikir də var. Ona görə biz burada nə 1816-cı vulkan püskürmüşdü. Bu da var. İlk velosiped yarışı İsveçdə keçirilibdi. İsveçdə. Bu da var. İsveçdə. Bu da var. Bu hissədədir. Ona görə bizim burada cavabımız nə çıxacaq? C variantı çıxmış olacaq. Belə. Mətnin giriş hissəsinə aid olan fikri soruşur. Mətnin giriş hissəsi deməli buradadır. Bizdən nə soruşur burada? Velosiped deməli Dreis velosipedi ixtira etməsi bu mətnin əsas hissəsindədir, bu hissələrdədir. Ona görə bunu götürə bilmərik. Daha sonra velosiped sürməyin bir çox faydaları bu nəticə hissədədir. Almaniyada yarışların keçirilməsi əsasda velosipedin dünyada geniş yayılmasının səbəbi. Niyə geniş yayılıbdır? Çünki deyilir geniş yayılmaq məsələsi buradadır. Çünki ölçüsü kiçikdir, qiyməti aşağıdır və yanacağa ehtiyac yoxdur. Ona görə bizim cavabımız nə olacaq? Olacaq D variantı. Qarşısına rəqəm yazılmış cümlələrdən hansıların yeri dəyişdirilsə, məntiqi ardıcıllıq bərpa olunar. Mətnə baxaq. Məntiqi ardıcıllıq bərpa olunar. Rəqəmlə yazılan hissələr bu hissələrdir ki, baxaq görək. Yazır ki, daha sonra Avropa ölkələrinin digərlərində velosiped yarışları keçirilməyə başlayır. Deməli, ilk velosiped yarışı birinci bundan başlayar da 2. İlk velosiped yarışı İsveçdə keçirilir. Daha sonra Avropa ölkələrinin digərlərində velosiped yarışları keçirilir. Almaniyada belə yarış filan ildə keçirilmişdir. Deməli, 1 ilə 2-nin yeri dəyişdirilirsə, ardıcıllıq bərpa olunmuş olar. Cavab variantımız oldu, C variantı. Hansı cümlənin mətnin məzmunu ilə əlaqəsi yoxdur? Bax, velosiped sürmək əzəlləri yormur, maddələr mübadiləsini sürətləndirir. Bu nəticə hissədə verilmişdir. Əzəlləri yormur, maddələr mübadiləsini sürətləndirir. Bu var. Dreis 1851-ci ildə Almaniyada vəfat edibdir. Baxaq görək. 1851-ci ildə Almaniyada vəfat edib. 1851-ci ildə Almaniyada vəfat edibdir. Bu da var. Daha sonra həmin bölgələrdəki selüitə qarşı faydalıdır. Həmin bölgələrdəki hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Yarım milyarda qədər, milyard demişdi, yoxsa milyon demişdi. Bax, ona bir dənə baxaq. Deməli, mətnin hansı hissəsində idi? Mətnin hansı hissəsində idi? Deməli, baxaq. Deməli, biz burada harada görmüşdük onu? Baxaq. Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Bu məsələ var, bu da düzdür, bu da düzdür, bu da düzdür. Daha sonra Avropa ölkələrinin digərlərində velosiped yarışları keçirməyə başlayıbdır. Bu fikri burada qeyd etmişdi. Digərlərində velosiped yarışları keçirilibdir. Burada mətnin əlaqəsi zəif olan cümlə məzmunu ilə əlaqəsi yoxdur. Hansı cümlənin? Deyir, həmin bölgələrdəki selüitə qarşı faydalıdır. Selüit, yəni burada mətn publisistik üslubdadır, terminin işlənməsi, ayaq, omba, baldır, qarın bölgələrin yağlarını əridir. Həmin bölgələrdəki selüitə qarşı faydalıdır. Selüit nədir, heç mənasını bilmirəm, düzdür, bilmirik. Çünki həmin sahənin adamı deyilik, məsələn deyirəm. Deməli, ona görə həmin cümlədir ki, mətnin məzmunu ilə əlaqəsi zəifdir. Cavabımız oldu nə? Cavabımız oldu C variantı. Yox, üzr istəyirəm. Bu məzmunu ilə əlaqəsi zəifdir deyilir. Adam Almaniyada ölüb, ölsün da bizə velosipedin faydasından danışır. Bəli, ayaq, omba və s. həmin bölgədəki selüitə qarşı faydalıdır. Nə qədər dünyada nə qədər mövcuddur. Avropanın digər ölkələrində nə vaxt yarışlar keçirilməyə başlayır və s. və ilaxır. Bunlar var, amma Dreisin Almaniyada vəfat etməsi mətnin məzmunu ilə əlaqəsi deyil. Əlaqəsi yoxdur da. Yəni Dreis haqqında, onun həyatı, fəaliyyəti haqqında mətn parçası olsaydı, bəli, o olardı. Cavabımız olacaq nə? B variantı. Doğru və yanlış cədvəlinə baxaq. İlk velosipedlər 1851-ci ildə populyarlıq qazandı. Yox. Deməli 18
16-cı ildə 1817-ci ildə ixtira edildi. 51-də sadəcə olaraq adam ölübdür, Drais ölüb, bu yox. Velosipedlər dünyada geniş yayılmasının bir çox səbəbləri var. Bəli, yanacaqla işləmir, ucuz qiymətədir və s. Orqanizmə hərəkətə olan ehtiyacından velosiped yaranması məsələsi yoxdur. Sadəcə olaraq vulkan püskürməsi nəticəsində atlar qırıldı və digər nəqliyyat vasitələrinə inkişafına ehtiyac yarandı. Ona görə bu səhvdir. Velosipedlər atlarla müqayisədə daha sürətlidir fikri yanlışdır. Yanlışın altından yanlış götürəcəm. İlk əvvəl pedallar velosipedlərin ön təkərlərinə bərkidilmişdi. Bəli, bu mətndə də var idi. Bax, yazır ki, 1888-ci ildə bunlardan 61-ci ildə ilk öncə qabaq təkərlərə taxılıbdır pedallar. Bu fikir olaraq doğru fikirdir. Ona görə götürə bilmərəm. Mən doğrunun altından doğru, yanlışın altından da yanlışı götürəcəm 4. Yəni cavab variantımız olacaq 2 və 4. 54-cü sual. Sillogizm. İnsanların həyat şəraitini yüngülləşdirmək üçün bir çox texniki məhsullar ixtira olunub. Velosiped texniki məhsuldur. Deməli, nə edirik? Eyni birinci, ikinci hökmü veribsə, nəticəni soruşursa, eyni sözlərin üstünə xətt çəkirik. Məhsul, məhsul. Texniki, texniki. Velosipedi saxla. İndi bax, bir çox bir çox planın üstünə xətt çəkirəm. Nə oldu? Velosiped insanların həyat şəraitini yüngülləşdirmək üçün ixtira olunubdur. Harda var? Velosiped insan əməyini yox, insanların həyat şəraitini geniş istifadə olunan texniki vasitədir. Velosiped insan əməyini yüngülləşdirmək üçün ixtira olunan texniki məhsuldur. Bu ola bilər. Həyat şəraitini, insan əməyini yüngülləşdirmək üçün. Bəli, cavabımız oldu nə? B variantı olmuş oldu. 55. Deməli, mətndə verilmiş söz, kursivlə verilmiş söz. Görək hansı sözdür. Baxaq, burada atların qırılması ifadəsidir. Burada qırılmaq sözü. Qırılmaq sözü deməli mətndə hansı mənanı ifadə edibdir? Həmin sözü yazıram buradan, qırılmaq. Qırılmaq. Sözün mətndəki mənası ait nümunə. Yəni burada qırılmaq sözü tələf olmaq mənasını ifadə edir. Məsələn, deyirəm ki, toyuqlar xəstəlikdən qırıldı. Bax, mətndəki mənasına aid nümunə yazdım. İndi sözün mətndəki mənasından fərqli deməli cümlə bizdən istəyir. İndi qırılmaq sözünü deyək ki, həqiqi mənada işlətsək, məsələn, ağacın budağı qırıldı. Yəni burada sınmaq mənasını ifadə etdi. Bu şəkildə. Kim buna bənzər ifadələr yazıbsa, cümlələr yazıbsa, doğru hesab olunur. 56-cı sualla davam edək. İlk velosipedlər və müasir velosipedlərin Venn diaqramında müqayisəsini bizdən soruşur. İlk velosiped haqqında nə yaza bilərik? Yaza bilərik ki, birinci tamamilə taxtadan düzəldilmişdir. Pedallara malik deyildi. Deyək ki, başqa nə yaza bilərik? Rekord sürəti deməli saatda 15 kilometr olubdur. Bu kimi fikirləri biz yazdıq ilk velosipedə, yəni bir tamamilə taxtadan düzəldilmişdi. Ondan sonra pedallara malik deyildi. Ondan sonra daha sonra nə dedik? Sürət məsələsini saatda 15 kilometr. Müasir velosipedlər isə bunlar haqqında biz çox şey deyə bilərik. Deməli, biz deyə bilərik ki, artıq pedallardan istifadə olunubdur. Daha sürətli olub, bu kimi fikirləri yaza bilərik. Pedallardan istifadə olunub, bura yaza bilərik. Pedallardan istifadə olunub, daha sürətlidir. Və hər iki ilk velosipedlər və müasir velosipedlərin oxşar xüsusiyyətinə kimi biz təbii ki, burada çox şey yaza bilərik. Məsələn, yaza bilərik ki, ölçüləri kiçik olub, qiyməti aşağı olub, yanacağa ehtiyacın olmaması oxşar xüsusiyyət kimi. Ondan sonra hər halda maddələr mübadiləsini sürətləndirib, ilk velosipedlərdə, müasir velosipedlərdə və s. bu kimi, yəni sağlamlıq üçün faydalı olması haqqında fikirlər də biz ortaq xüsusiyyət kimi yaza bilərik. Bu qədər. Deməli, mən çalışdım ki, 30 sualın hər birinə izah verim. Sağ olun.